Şəhərin mərkəzində tikinti gedir, amma nə ətrafa toz yayılır, nə də inşaat səs-küyü. Bu dediklərimiz tikinti sahəsində tətbiq olunan yeni texnologiyanın sayəsində mümkündür. İnşaat sahəsində bu diqqət çəkən yeniliyi Çin həyata keçirib. Jinan şəhərində yerləşən tikinti sahəsində nəhəng şişmə örtük quraşdırılıb. Sahənin üzərini örtən təxminən 50 metr hündürlüyündə olan bu konstruksiya tamamilə hava ilə dəstəklənir. Heç bir metal dayağa ehtiyac duymur və asanlıqla quraşdırılır. Bu yeni texnologiya ənənəvi çirkli və səs-küylü tikinti anlayışına ciddi alternativ təqdim edir. Bu innovativ yanaşma xüsusilə iri şəhərlərdə sıx yaşayış məntəqələrinin yaxınlığında aparılan tikinti işləri üçün böyük üstünlüklər yaradır. Məlumdur ki, ölkəmizdə də tikintilər günü-gündən artır. Xüsusilə Bakı kimi iri şəhərlərdə aparılan geniş miqyaslı layihələr bəzən ətraf mühitə təsirsiz ötüşmür. Bəs bu kimi yeniliklər Azərbaycanda da tətbiq oluna bilərmi? Ümumiyyətlə binaların tikintisi və ya söküntüsü zamanı hansı yeniliklər tətbiq oluna bilər? Bakı küləklər şəhəridir və bizim ən böyük çətinliyimiz məhz güclü külək təzyiqidir. Belə bir membranı sabit saxlamaq üçün içində standart modellər mövcud deyil, lakin bizim iqlimə uyğunlaşdırılmış xüsusi bərkitmə mühəndisliyi tələb olunan sistemlər quraşdırılarsa, uğurlu bir layihə olar. İlkin mərhələdə ciddi investisiya tələb edən bir məsələdir. Lakin ağıllı şəhər konsepsiyası çərçivəsində ekoloji normaların sabitləşdirilməsi və bu texnologiyanın ölkəmizdə tətbiqi tamamilə mümkündür. Tikinti üzrə ekspert Elnur Fərzəliyev qeyd edir ki, ümumiyyətlə tikinti işləri gedən ərazi mütləq şəkildə çəpərlənməli, kənar şəxslərin əraziyə daxil olunması qadağan olunmalıdır. İş gedən ərazinin qapadılması isə xüsusi əhəmiyyət kəsb edən məsələdir. Hər hansısa bir ərazi sökülən zaman həmin ərazidə artıq müəyyən tozlanma və bir çox hallar baş verir ki, xüsusən də tikintidə təhlükəsizlik qaydalarının pozulması hallar baş verir. Əgər ölkəmizdə də hansısa bir formada böyük tikintilərin aparılması zamanı və ya söküntülər zamanı həmin iş gedən sahənin qapanması prosesi baş verərsə, bu ətrafda yaşayan insanların təhlükəsizlik baxımından qorunmuş olar. Digər tərəfdən isə ekoloji baxımdan həmin ərazidə baş verən çirkabın ətrafa yayılmasının qarşısını almış olar. Hazırda ölkəmizdə də tikinti zamanı ərazini mühafizə etmək üçün xüsusi torlardan istifadə olunur. Maraqlıdır, bu torlar həmin şarlara alternativ hesab edilə bilərmi? Yox, əgər deyilsə, bu innovativ həll necə tətbiq oluna bilər? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, ilk növbədə bu qurğulardan istifadə olunmasının məcburi xarakter daşıması üçün qərarlar qəbul edilməlidir. Hal-hazırda tikinti normativlərində bu barədə hər hansı bir məcburiyyət yoxdur. Beynəlxalq təcrübədə var. Bizdə də bunu tətbiq etmək olar. Həmin qurğu müəyyən qədər bahalı başa gəlir. Əgər elə bir qurğu qurularsa, 100-150 dollar civarında əlavə 1 kvadrat metr üçün tikinti xərci yaranmış olur. Amma təbii ki, mövcud şəhərsalma prinsipləri, yeni normativlər, o cümlədən vətəndaşların sağlığının və eyni zamanda təhlükəsizliyin təmin olunması üçün bu yeni qurğuların tətbiqi vacibdir. İkinci variant isə sadə torların quraşdırılmasıdır ki, bir çox tikintidə belə torlar quraşdırılır ki, toz kənara çıxmasın. Bu daha ucuz başa gələn üsuldur, amma kupollardan fərqli olaraq %100 bu problemi həll etmir. Mövzu ilə bağlı ekoloqlar vurğulayır ki, tikinti sahələrindən yayılan toz hissəcikləri havanın keyfiyyətini aşağı salmaqla yanaşı, uzun müddətli ekoloji balansın pozulmasına da səbəb ola bilər. Bu baxımdan tikinti qaydalarının bir qədər sərtləşməsi havanın çirklənməsinin qarşısını ala bilər. Bakı və Abşeron yarımadasının atmosfer havasının çirklənməsinə təsir edən əsas amillərdən biri də mövcud tikintilərdir. Hansı ki, bir çox hallarda tikintilərdən gələn tozlar şəhərin havasının keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və şəhər havasında PM2,5 və PM10 ölçülü tozların miqdarı kəskin sürətdə artır. Əlbəttə ki, bu problemin kökündən həll olunması üçün tikinti qaydalarını bir qədər də sərtləşdirmək olar, məcbur etmə mexanizmlərini artırmaq olar ki, tikinti müəssisələrindən gələn tozlar atmosfer havasına daxil olub havanı korlamasın. Digər bir məsələ isə müasir texnologiyaların tətbiqidir. Bu texnologiyalar tətbiq olunarkən əlbəttə ki, hava kirliliyi azalır, havaya daxil olan tozların miqdarı kəskin şəkildə aşağı düşür. Məsələ ilə bağlı memarlar fərqli bir məqama da diqqət çəkir. Onların sözlərinə görə müasir tikinti yanaşması artıq yalnız binanın son görünüşünü deyil, onun inşa prosesinin şəhər mühitinə təsirini də nəzərə almalıdır. Bu isə layihələndirmə mərhələsindən başlayaraq daha innovativ və məsuliyyətli həllərin seçilməsini tələb edir.
Hər hansı bir yeni tikililərin inşası vaxtı və yaxud da ki, köhnə tikilərin, binaların üzlənməsi vaxtı, tarixi abidələrinin bərpası vaxtı dünya memarlıq və şəhərsalmasında artıq yeni texnologiya var. Yəni o sürtülmə, sovurulma, toz sovuran bir formatdadır. Yəni o sürtülüb, o kiri, o üfunəti, o mikrofu ətrafa səpələmir. İkinci bir yandan da burada xüsusi tikinti, müvəqqəti bannerlər var. Onu 1 metrə yarım öndən çəkirlər və o tozlar ətrafa insanlara, qonşu binalarda yaşayanlara, piyada hərəkət edənlərin üzərinə tökülmür. Bu iki texnologiya yeni kəşf olunub. Xüsusi qaydalar qoyulmalıdır ki, xüsusi tapşırıqlar və mütləq ki, bu sahədə lisenziya almış firmalar bu texnologiya ilə istifadə etmələrinə borcludurlar. Nəticə olaraq demək olar ki, müasir tikinti artıq yalnız binaların inşası ilə məhdudlaşmır. Eyni zamanda bu prosesin ətraf mühitə və insan sağlamlığına təsiri də əsas prioritetlərdən birinə çevrilir. Çin kimi ölkələrdə tətbiq olunan innovativ texnologiyalar göstərir ki, tozlanma, səs-küy və ümumi ekoloji yük minimuma endirilə bilər. Azərbaycan, xüsusilə də Bakı kimi sürətlə inkişaf edən və sıx məskunlaşmış şəhərlər üçün bu cür yanaşmalar getdikcə daha aktual xarakter alır. Nuray Qədirli, Əskər İbrahimli, Orxan Balayev, APA TV.